Salam Bakı TV kanalı izləyiciləri, yenə də Nərimanov metrosunun yaxınlığında gözəl bir 4 otaqlı, yeni təmirli, əşyalı, texnikalı, hamısı təzədir, bir gündə belə olsun, yaşayış olmayıb. Gözəl bir mənzilin təqdimatındayıq, gəzəcək mənzili, bütün otaqları, təmiri, tikintini necə gedib, dizayn necə olub, hamısı sizə bir-bir izah edəcəm. 16 mərtəbəli binadır, 6-cı mərtəbəsində 176 kvadrat 4 otaqlı, tam əşyalı, texnikalı və bir gündə belə olsun, yaşayış olmamış mənzildəyik. Gəlin sizə proyekti izah edeyim, sonra qaydağın mənzilə, otaqlar bir-bir gəzəyin. Giriş qapısı dəyişdirilib, ən keyfiyyətli, bahalı giriş qapısından istifadə olunub. Çöl hissədən də bütün divar boyu dizayn, təmir, evin dizaynına uyğun blok hissədə təmir olunub. Girən kimi sağ tərəfdə domofon sistemi və çamaşır otağı, əsas yataq otaqlarından biri, daxilində hamam otağı var. Divarçı, qardırob mebelimiz yığılıb kol hissəsində, mətbəx, qonaq otağı, uşaq yataq otağı və əsas yataq otaqlarından ikincisi, daxilində hamam otağı var və ümumi sanitar qovşağı. Mənzildə 3 sanitar qovşağı var, bir çamaşır otağı var. Çox gözəl, kompakt, yəni hər şey düzgün fikirləşilib və rahat yaşamaq üçün gözəl bir 4 otaqlı mənzildəyik. Hər şey gördüyünüz bütün detallar, onsa kanalımızda yəni belə evlər göstəririk. Hər şey dizayn, təmir, alt hissəsi, üst hissəsi, hər şey mükəmməldir. Və xol hissəsi, lazer kəsim qranitlər, bahalı, keyfiyyətli qranit növündən istifadə olunub. Pollar harada qranit görürsə isti poldur, yox. Belə deyim, ümumilikdə ev isti poldur. Parket növü də ən bahalı, keyfiyyətli parket növündən istifadə olunub, isti pola davamlı. Ev ümumilikdə isti poldur. Mənzildə radiator, yəni kombidən gələn radiator sistemi yoxdur. Ev ümumilikdə isti poldur. Və belə, New Classic stildə təmir olunub mənzilimiz, lepqi işləmələr, travers işləmələr, püskürtmə, emulsiyalar və məxmər boyalardan istifadə olunub. Çox gözəl, bahalı təmirdən danışıram sizə. Padlok işləmələrimiz də var. Reys işıqlar, lüstur və gözəl qara kantlarla yenə reys işıqlardan istifadə olunub. Gözəl buralar, açıq rənglər mənzilimizi daha da işıqlı göstərir. Gəlin sizə qardırob mebelini göstərim. Divar içi yığılıb bu. Yəni xol hissəsinin enindən tutmayıb 60 sm dərinliyi var. Çox gözəldir və çamaşır otağı. Bütün şkaflar hamısı yığılıb, böyük ölçülü paltar yuyan buradadır. Deməli, elə göstərdiyim kimi də gəlin mənzilimizi belə davam edək, gəzək. Əsas yataq otaqlarından biri daxil oldu. Bahalı, keyfiyyətli yenə də qeyd edirəm. Parket növündən istifadə olunub. Mənzildə radiator sistemi yoxdur. Ev ümumilikdə isti poldur. Və hər otağa aid kollektor sistemi qurulub və istədiyiniz otağın temperaturunu aşağı salıb yuxarı qaldıra bilərsiniz ya da təmiz bağlaya bilərsiniz. Yəni temperatur xoşunuza gəlməsə. Və belə çox geniş bir əsas yataq otağıdır. Bu o birisi yataq otaqlarından çox böyükdür. Valideyn otağı kimi buranı istifadə edə bilərsiniz. Yumşaq dəstlər hamısı quraşdırılıb. Taxtımız, arxası parça işləmələr, gözəl buralar, New Classic stildə təmirimiz, lüstur, spotlar, yox, burada spot yoxdur, reys işıqlarımız var, gözəl make-up, güzgü, arxası gizli işıqlar, AUX markalı kondisionerlər bütün otaqların hamısında var və televizor taxtla üzbəüz və divar içi qardırob mebelimiz yığılıb. İçi dərin, kifayət qədər dərindir və tam boy patoloka kimi, tavan hündürlüyünə kimi yığılıb. Mənzildə işlənən elektrik qutuları hamısı cevizli, İtaliya istehsalı və əsas bu otağın sanitar qovşağı. Gəlin bunu mən sizə göstərim. Deməli, daxil olduq fərqli teksturada qranitlər, pollar, isti pol. Moydadır, işıqlı güzgümüz, arxası gizli işıqlarla gözəl bir belə bir modern üslubda güzgümüz var. Divar içi unitaz, duşkabin, duş aksesuarları, patlok işləmələrimiz də var. Gözəl spotlar, havalandırma sistemi, hamısı ideal şəkildə, yəni bütün aksesuarlar hamısı quraşdırılıb. Gəlin davam eləyək, gəzək mənzilimizi. Buradan daxil oluruq mətbəxə. Mətbəxə
deməli istəsəz qonaq otağından da daxil olmaq olur. Bu şəbəkə qapılarının arxasında qonaq otağına belə bir çıxış var. İstəsəz ancaq buranı bağlaya da bilərsiniz. Yəni mətbəx qonaq otağından ayrılır. Ortada 6 nəfərlik masa, lazer kəsim qranitlər qol hissəsinin burada davam edir. Pollar isti pol. Mətbəx mebelində bütün texniki avadanlıq hamısı quraşdırılıb. Böyük ölçülü soyuducu, televizor, qaz peçi, aspirator, qabuyan, soba, üstü tökmə mərmər, ikili moyka və tavana kimi mətbəx mebeli yığılıb. Və belə patolog işləmlərimizdə var. Lüstr, yenə də reys işıqlar, çox gözəl görsənir. Gəlin davam edək. Qonaq otağından mətbəxə çıxışı da tam aydın şəkildə sizə göstərəcəm. Daxil olduq qonaq otağımıza. Bağlı keyfiyyətli parket növündən istifadə olunub, isti pollara davamlıdır. Patolog işləmlərimizdə burada da var. Reys işıqlar, lüstr tam asılı vəziyyətdə, pərdələr tam asılı vəziyyətdə, qeyd etdiyim kimi. Mənzil ümumilikdə isti poldur. Burada bir 6 nəfərlik böyük masamız, istəyib artırıb bu stullardan əlavə istəsəz 8 nəfərlik də bunu eləmək olar. Yumuşaq dəstlər tam yığılıb. Qarşısında jurnalni, böyük ölçülü televizor, gözəl buralar və AUX markalı kondisionerimiz öz yerində. Gəlin buradan göstərim sizə necə daxil olmaq olur. Və bu qapılar açıldı mətbəximizə. Buradan da xanımlar istəsə sakit şəkildə keçib buradan da qonaq otağına daxil olmaq olur. Gəlin qaydağın elə öz qapımızdan da gəzəyən mənzili çıxalım buradan. Uşaq yataq otağına daxil olaq. İkili yumuşaq dəstdən istifadə olunub. Altı deməli gizli işıqlarla çox gözəl görsənir. Televizor üzbəüz AUX markalı kondisioner öz yerində. Patolog işləmlərimizdə var. Lüstr, gizli işıq və reys işıqlar. Və belə bu tərəfdən də göstərə zəhmət olmasa divar içi yenə də burada qardırob mebeli yığılıb patoloqa kimi və belə. Mənzil tam yel çəkəndir. Deməli, qonaq otağı, uşaq yataq otağı və bir yataq otağı baxır gün çıxana, əsas yataq otağı baxır gün batana. Tam yel çəkəndə həm də ortadır. Aşağısı, yuxarısı, yuxarı qonşu, aşağı qonşu və sağ-sol qonşular hamısı təmirlidir və burada bu evlərdə, yəni alsaz yaşasaz, təmir səsi eşitməyəcəksiniz. Bu da əsas bir şeydir. Gəlin buradan daxil olaq əsas yataq otaqlarından ikincisinə. Bu da böyük yataq otağıdır. Kifayət qədər genişdir, yumuşaq dəstlər tam quraşdırılıb. Üzbəüz televizor, patolog işləmlərimizdə var. Lüstr, taxt üstü buralar, AUX markalı deməli kondisioner, make-up burada nəzərə alınıb. Bu tərəfdən də göstərək. Qapıdan girdik. Sağ tərəfdə yenə də divarçı, qardırob mebeli quraşdırılıb. Kifayət qədər içi dərin, geniş, yanları güzgülü, şüşəli və içi led işıqlarla. Bu da bu yataq otağının sanitar qovşağı. Fərqli teksturada qranitlər, pollar, isti pol, düşqabı, duş aksesuarları, divar içi unitaz, moydadır, qurutucusu, havalandırma sistemi, güzgü, arxası yenə gizli işıqlarla hər şey düzgün yerləşdirilib, bütün aksesuarlar yerindədir. Qaldı əsas ümumi sanitar qovşağımız, xol hissəsində yerləşən. Gəlin bunu da göstərim sizə. Zəhmət olmasa özüm tam aydın göstərim. Deməli, daxil olduq. Sağ tərəfdə böyük duş kabinalı, duş aksesuarları qızıl rəngdə. Sol tərəfdə moydadır, güzgü, arxası yenə də led işıqlarla, divar içi unitaz, qurutucusu, gizli belə rəflərdən istifadə olunub. Patolog işləmlərimizdə var. Spot, havalandırma sistemi, hamısı ideal şəkildə quraşdırılıb. Və belə dəyərli izləyicilər, bu mənzil barədə ümumi məlumat verim sizə. Mənzil yerləşir Nəriman Nərimanov metrosu yaxınlığında 16 mərtəbəli binanın 6-cı mərtəbəsində. 176 kvadrat, tam əşyalı, texnikalı, yeni təmirli 4 otaqlı mənzildir. Bu mənzilin start olaraq qiyməti 685 min manatdır. Real alıcılar əlbəttə ki, indirim var. Növbəti çəkilişlərdə görüşərik. Sağ olun.